unutmayacağım. Yaxşı, o danışarıq. Ha. Universitetə qəbul olmuşam. Nə? Otur danışacağım. Neçə vaxt sən dediyim oğlan var idi? Ha, Facebook'dan tanıdığın. Şimdi nə fərqi var? Bax, onun özü də orada işləyir. Mən də sənədlərimi ora göndərdi ki, müsabiqədən keçim. 2-3 günə Türkiyəyə gedəcəm. Necə danışa bilirsən bunu? Nə bilirsən, bəlkə o fırıldaqçıdır. Sən heç onu yaxından tanımırsan, Sən də tanımırsan. Bax, özün oxumusan, niyə mənə imkan vermirsən mən də oxuyum? Qohum-əqrəba day deməsin ki, bacın oxudu, sən oxuya bilmədin. Aydan. Hamıdan çox mən sənin oxumağını istəyirəm. Amma oxumağını, aldanmağını yox. Yaxşı. Sən deyən kimi olsun. Amma bir şərtlə. Rəsmi sənəd var? Göstər görüm. Bu kağıdın nömrəyə gələn SMS-dir. Mən səndən rəsmi sənəd soruşuram. Bilirsən, belə yalandan SMS-lər nə qədər göndərirlər? Sən də hər şeydən şübhələnirsən. Bax, Murad özü dedi ki, tələbə biletini də sənədi də Türkiyədə verəcəklər onsuz da. Bax, görürsən? Çünki rəsmi bir şey deyil bu. Aytən lazım deyil. Yad adamın sözünə inanıb başqa yerə getmək lazım deyil. Gedərsən birdən sənin orada... Uşağım bəyənmən. O günləri bizim iş yerimizdə bir tədbir var idi. İnsan alverinə qarşı idi. Tədbirdə Daxili İşlər Nazirliyinin əməkdaşlığı da iştirak eləyirdi. O çıxışında dedi ki, sən yaşda uşaqları xarici təhsil adı ilə aldadıb aparırlar. Başlarına da min cür oyun açırlar. Hələ ora gedəndən sonra da pasportlarını da əllərindən alırlar qeydiyyat adı ilə. Hələ bu azmış kimi bəzi uşaqların da orqanlarını satırlar. Gülmar, sən nə danışırsan? Murad elə adam deyil. O məni çox istəyir. Həm də görmürsən, mənə kömək edir. Bacı, gəl 152-ni yığaq, bir məlumat alaq. Nə bilim, səfirliyə zəng vuraq, Təhsil Nazirliyini yığaq. Görək bu adam düz deyir, yoxsa yox. Sən mənə inanmırsan, hə? Mənə usul bilirsən, hə? Mən də deyirəm, bacım mənə dəstək olar, kömək olar.
Bu da biletlərimiz. Çox sağ ol, hər işimi həll edirsən. Sən sağ ol, xoşdur. Amma deyəsən, gedirsən deyə biraz narahatsan, hə? Əvvəl adam darıxır, amma sonra öyrəşəcəksən. Yox, hayır, darıxmaqla deyil. Hə, fikirləşirsən ki, 2 günə necə hazırlaşacaqsan? Çamadanı artıq yığmışam. Şkafdadır. Bilirsən necədir? Məsələ bacımdır. Bacım elə bilir ki, universitetim yalandır ya da fırıldaqdır. Başa düşmədim. Fırıldaq nədir? Yəni, əgər mənə inanmırsansa... Yox, ona sözdür. Mən sənə inanıram. Bilirsən, dedim axı, bacım biraz narahatdır. Elə bura gələndə gördüm ki, ora-bura zəng edir, universitetim. Həm də yaxşı olar da, qoy araşdırsın. Görsə ki, qanunidir, daha məndən əl çəkər. Mən indi yadıma düşdü, təcili bir zəng vurmalıyam. Mən danışım gəlində. Abi, mən neyiniyim? Qızım üzümü qalsa safın biridir. Balçı qat bu aləm bir-birini. Bayaqdan olmadan gelir. Çok uzun ehtiyac yoxdur. Canlı konum. Yaxşı, oldu. Gedirsən? Hə, daha şeyləri həll elədiydim. Düşünə get də yazışarıq. Onsuz da 2 gündən sonra görüşməliyik. Çox sağ ol. Sən də.